Şaban ayının 3-ü, 4-ü, 5-i mübarək, 3 dənə böyük şəxsiyyətin, 2 dənə imamın və bir imamın ən vəfalı dostunun, ən sədaqətli dostunun, Allahın övliyasının mövlududur. Yəni Həzrət İmam Hüseyn əleyhissalamın, Həzrət İmam Səccad əleyhissalam, bir də Həzrəti Əbəlfəzl Əbbasın mövlud günüdür. Bu mübarək gün münasibətilə həm zamanın sahibinin bayramını təbrik eləyirəm və ağanın sevənlərin bayramını təbrik eləyirəm. Biz ki buna 3 mövlud deyirik. Bu mübarək 3 mövlud bütün dünya müsəlmanlarına daha da mübarək olsun və imam tanıyanlar, imam sevənlər, imam məhəbbəti ilə yaşayanların hamısının bayramı mübarək olsun və hər kəs ki imaməti tanıyıb, onun haqqını əda eləyib, imamət yolunda çalışıb, imamətin həqiqəti yolunda zəhmət çəkib, Allah hamısının zəhmətini qəbul eləsin. Bütün dostlarım mən bayramını təbrik eləyirəm. Hamısından iltiması dualarımızdır.